Mənim ümumiyyətlə Rəqsana İsmailova ilə heç bir ədavətim yoxdur. Deyim, xəbəriniz olsun. Mənim onun şeyinləndir ədavətim. Zadının adı nədir bu? Fazil. Fazil, sən məni təhqir eləmişsən. Sən məni təhdid eləmişsən. Mən də ot olub yerdən çıxmışam. Siz nə danışırsınız? Mən qorxdum. Mən qorxdum. Fazil. Ay Fazil. Fazil. Gözləyirəm səni Moskvada. Kişiliyin çatırsa, zəng eləyəndə telefona cavab ver. WhatsApp-la söyüb ad boy vermə. Söyüş söymək, acizlik. Söyüş söymək, savadsızlıq. Söyüş söymək, avamlıq və qorxaqlıq əlamətidir.